dostlar, necə olur ki, biz kimisə seçirik və seçdiyimiz, sevdiyimiz insanı necə duya bilirik? Biz adətən sağlam olanı deyil, biz adətən tanış olanı sevirik. Yəni, bizim daxili hisslərimizə, bizim daxili dünyamıza tanış olan insanı anında sezə bilirik. Bizim beynimiz, bizim hisslərimiz anidən həmin insanı tanıya bilir və tanış olanı seçib sevə bilirik. Və münasibətlərdə problemlər başlayanda əslində günahkar qarşı tərəfi yox, özümüzü buna görə bilməliyik ki, biz seçdiyimiz insan bizə tanış olan insandır, bizə yaxın olan insandır. Tanış olan dedikdə, yəni hisslərimizin materiallaşmış formasıdır. Bizim daxilimizdə olan hisslərimizin materiallaşmış formasını qarşı tərəfdə gördüyümüzə görə daxilimiz, şuur altımız onu tanış kimi, tanış his kimi algılayır, doğma kimi algılayır və onu cəlb eləyir. Ona görə də münasibətlərdə bir problem başlayanda dərhal biz qarşı tərəfi günahlandırmağa çalışırıq, amma əslində isə qarşı tərəfdə problem deyil, bizim özümüzdə olan bir problemdir ki, biz onu düzəltməyincə qarşı tərəfdə də heç bir şey düzəlməyəcək. Bəs dostlar, sevgi deyəndə ümumiyyətlə nə başa düşürük? Sevirəm, yəni nə edirəm? Baxın, sevmək bir insana bir alan verməkdir. Qəlbində bir alan vermək, yanında bir alan vermək, telində bir alan vermək, yəni o insana digər insanlardan fərqli olaraq daha çox alan verməkdir. Bir də sevmək, qarşı tərəfin məsuliyyətini üstünə götürmək deməkdir. Yəni, mən səni sevirəm, sənin bütün məsuliyyətini öz üstümə götürürəm. Sənin xoşbəxtliyin üçün, sənin rahatçılığın üçün, sənin huzurun üçün, sənin təhlükəsizliyin üçün məsuliyyəti öz üzərimə götürürəm deməkdir sevmək. Sevmək, sən ağlayanda mən də səninlə bircə ağlayacam deməkdir. Sevmək, sən güləndə mən də səninlə bircə güləcəm deməkdir. Baxın, bu sevgi anlayışının ardında duran məsuliyyətləri dərk eləsək, biz sevirik ya sevmirik anlayışını dəqiq çözə biləcəyik. Bəzən olur ki, insanlar sadəcə hansısa istəklərinin, hansısa ehtiyaclarının qarşılandığını qarşı tərəfdə görərək bunun adına sevmək deyirlər. Hansı ki, əslində biraz çətin, biraz laqeydlik, biraz incidilmə hissi olduğunda adamlar həmən küsürlər və ayrılmaq həddinə qədər gəlib çatırlar. Dostlar, bir nüansı da burada qeyd edeyim. Baxın, küsmək əslində münasibətlərdə ən səhv olan bir prosesdir. Sevən insanlar heç vaxt küsmürlər.